daha salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Biz yenə Sirxanla birlikdə gəlmişik hal-hazırda Qəbələ şəhərindəyik. Qəbələ şəhərində, yəni bu gün də indi sözsüz ki, sizə maraqlı bir veriliş təqdim eləyəcəyik. Biz hər verilişlərimizdə Azərbaycanın gəzməli, görməli yerlərini, dağlarını, ucqar zirvələri, dənizlər, göllər, yəni dənizdəki adalar, hər yeri yəni bir-bir çəkib təqdim edirik. Bugün isə biz Azərbaycanın ən gözəl istirahət mərkəzlərindən birini çəkib təqdim edirik. Bura haradır? Deməli, bura, indi biz hal-hazırda Qəbələ şəhərindəyik. Qəbələ şəhər Azərbaycanın şimal-qərbində yerləşir. Hündürlüyü 1000 metrə yaxındır. Biz olduğumuz bu ərazidə Tufan dağ, qış-yay dağ turizm kompleksidir. İndi burada ümumiyyətlə yaz, yay, payız, qış gəlib istirahət etmək mümkündür yoxsa yox? Bəli, həm istirahət edilmək olar, həm aktiv idmanla məşğul olmaq olar. Yəni ilin istənilən fəslində. Bəli. Bura əziz tamaşaçılar, yəni yenə də deyirəm, Qəbələ şəhərinin yəni üst hissəsidir. Yəni Qəbələ şəhəri aşağı tərəfdədir, üst hissəsində isə bax bu gördüyünüz gözəl mənzərə var və burada kanat da var. Yəni kanat düz o gördüyünüz dağın zirvəsinə qədər kanatdır. Düz dağın üstünə qədər qalxır bu kanat. Elə isə biz keçək içəriyə, görək kimi tapırıq, nə edirik və ondan sonra ümumi bura haqqında geniş məlumat toplayaq. Gedək. Addım-addım irəli. Salam aleyküm. Allah, xoş gördük sizi. Sağ olun, Allah sizdən razı olsun. Salam aleyküm qardaşlar. Xoş gördük hər birinizi. Sizi tanıyaq zəhmət olmasa. Samir Cəfərov, Tufanda Qış-Yay Turizm İstirahət Kompleksinin müştəri xidmətlərinin əməkdaşı. Müştəri xidmətinin əməkdaşı. Lap yaxşı. Ümumiyyətlə, bax, istəyərdik ki, hal-hazırda olduğumuz yer haqqında məlumat verərdiniz və ümumi bu yəni yaz, yay, qış turizm istirahət kompleksi haqqında da bir məlumat verərdiniz. Kompleksimiz 3 yanvar 2014-cü ildə Cənab Prezidentin rəsmi açılışından sonra fəaliyyətə başlamışdır. Kompleksimizdə deməli il boyu fəaliyyət göstərir. Sıx meşələrlə, əlçatmaz yüksəkliklərlə əhatələnmiş 6 kilometrə yaxın kanat xəttləri və həmçinin qışda da xizək və snowboard xidmətlərimiz mövcuddur. Ondan əlavə müxtəlif dəniz səviyyəsindən müxtəlif hündürlüklərdə yerləşən kafe, restoran xidmətlərimiz və otel xidmətlərimiz mövcuddur. Yəni o həmin o kafe sistemi deyirsiniz, restoran, o dəniz səviyyəsindən neçə metr hündürlükdədir? Deməli, Qəbələ kafe, restoran xidmətimiz belə deyir, restoranı dəniz səviyyəsindən 1660 metr yüksəklikdə. 1660 metr. Ondan sonra Durca kafe, restoranımız yenə dəniz səviyyəsindən 1251 metr yüksəklikdə və ən yüksək nöqtəmizdə, yəni 1920 metr yüksəklikdə yerləşən yatmış gözəl kafe, restoran xidmətimizdə inşallah bu yay mövsümündə müştərilərimizin xidmətinə veriləcək. Yəni hal-hazırda orada təmir işləri gedir. Bəli. Biz indi həmin o dediyiniz o yüksəkliklərə, zirvələrə necə qalxa biləcəyik? İnşallah kanat xəttlərinə qalxır. Kanat, yəni həmin bu gördük. Yəni orada da deyirsiniz. Bəli, birbaşa buradan bu Riverside stansiyasından birbaşa biz Qəbələ stansiyasına qalxacağıq. Elə isə dayanmadan irəliləyək, diqqətiniz bizdə olsun. Bura deməli kassadır. Əsas giriş bəli buradadır. Burada bir nəfər üçün gediş neçədir? Deməli xidmətlərimiz 6 yaşdan kiçik, pulsuz da 6 yaşdan böyük adam başına 10 manat olub. Bütün kanat xəttlərinin gün ərzində limsiz yəni istifadə edir. Yəni 10 manat versən səhərdən axşama qədər, gecəyə qədər. Əla. Kabinlər axşam belə deyək, iş vaxtı qurtardıqdan sonra da axşam qaraj sistemi var. Hamısı gəlib bir-bir yoxlanılaraq, ola bilər ki, müştərilər hər hansı bir əşya unudublar və belə deyək, kabinlər yoxlanır, ondan sonra qaraj yığılır. Qaraja yığılır. Bəli. Biri neçə nəfərlikdir? 8 nəfər. 8, biz 4 nəfər bir nəfər bilər. Bəli. Elə isə yavaş-yavaş. Həm də bizdə anons sistemi var və belə deyək,
kanat xəttindən istifadə edən müştərilər üçün anons verilərək bu kabinlərin qapılarında yazılan bütün təhlükəsizlik xidmətləri barəsində məlumat verilir. Aydın. Burada yenə də belə deyək, qaynar xəttimiz var. Hər hansı bir ola bilər ki, müştərilərimizdə kabin içərisində bir sıxılma, bir aydarxan olsa, bu əlavə vasitələrindən də belə deyək, kömək ala bilərlər. Yəni o nömrələrə zəng edə bilərlər. Dərhal kimi baxır, gör nə gözəl mənzərə görsənir oradan. Bunun biri hərəkətə başladısa, digərləri hamısı Belə deyək də, burada gördüyünüz kimi sistem belə deyək, tros sistemi hərəkət edir, yəni kabinlər özü hərəkət edir. Trosa yapışaraq hamısı belə deyək. Dost tərpənsə hamısı eyni vaxtda hərəkətə başlayır. Buradan o yuxarıya məsafə nə qədərdir? 2500 metr. Yəni əyləşdiyimiz yerdən birbaşa yüksəkliyə 2500 metr məsafə. Yəni əziz tamaşaçılar, siz də yəni ürəyiniz istədiyi vaxtı, yəni ilin hər bir fəslində, hər bir ayında gələ bilərsiniz məhz bax burada Qəbələdə çox gözəl istirahət edə bilərsiniz və bu gözəlliyi öz gözlərinizlə görə I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. Bir dənə bu xəttəki olan bax, buradan Qəbələ şəhəri görsənir. Güzel manzara açılır buradan. Deməli biz ilk mərhələyə gəlib Hal-hazırda dəniz səviyyəsindən 1660 metr yüksəklikdəyik. Salam verək qardaşlar. Allah xoş gördük. Necəsiniz? Sağ ol, yaxşı olasınız. Bura haqqında da bir məlumat Bu verin. gördüyünüz belə deyək də, bu artıq ikinci stansiyadır, Qəbələ stansiyasıdır. Bundan sonra düşüb otel tərəfə. Otel. Otelə düşüb, ondan sonra üçüncü xəttimizdə burada kənd var, burada kəndin kəndə tərəf. Burada qar da qalır yerdə. Dağlar qar. Çox gözəl bir mənzərəsi var və bizdən sol tərəfdə görünən kənd isə Durca kəndidir. Yəni üçüncü xətt o Durca kəndindən keçəcək. Dördüncü xəttdən o kənddən ən yüksək nöqtəmiz olan 1920 metr yüksəklik. Ora hardadır? Yəni hal-hazırda ən yüksək nöqtə olan. Bəli. Bəs o 2500 metr ora olar. Bəli, o zirvələr. Bundan da belə arkadaşki zirvələr. Yəni inşallah bir neçə ilə yəqin ki oralarda təhvil verilər və əziz tamaşaçılar gəlib siz bax buranı öz gözünüzlə özünüz şahid ola bilərsiniz. Burada gələ bilərsiniz dağın üstündə baxın burada bir Qəbələ kafe restoran var. Biz oturub çay içə bilərik. İçinə də baxaq və görək. Necə? Gözəl yaxtarmaz aktalarına gedib gəlsin. Qəbələ gəlmək istəyirəm. Sağ olun. Sağ olun. Biz çıxaq orada əyləşək zəhmət olmasa. Ora daha yaxşı olar səhv eləmirəmsə. Usta vəziyyət necədir? Yaxşı olur, yaxşı olur. Siz burada nə işləyirsiniz qardaş? Stajsınız. Çox gözəl görüntüdə biz buradan getmək istəməsək. Yola görə qalır.
Çək buradan. Yəni əziz tamaşaçılar, görürsünüz ki, bura yəni hündür zirvə olduğuna görə burada hələ qar qalıb, yəni qar hələ tam əriməyib. Aha. Necə? Baxmayaraq ki, indi aprel ayıdır. Bu səfər qar topu oynaya bilərik. Burada əziz tamaşaçılar, elə bax, məhz bu təbiətdə, bu havada, dağın üstündə 1660 metr hündürlükdə çay içməyin başqa ləzzəti var yəni ki. Yəni ümumiyyətlə hər kəs kimliyindən asılı olmayaraq gələ bilər. Məhz Qəbələdə gördüyünüz bax bu yüksəklikdə çay içə bilər, çörək yeyə bilər, istirahət edə bilər. İndi birazdan biz aşağı tərəfə düşəcəyik. Aşağıda otel var da ümumiyyətlə. Ümumiyyətlə nə qədər otel var burada, neçə dənə? Qəbələdə belə deyək, otellərin sayı çoxdur. Hardasa bir 10-12 otel var. Ümumi yataq sayısı belə deyək, 1500-ə yaxın yataq sayılı belə deyək, otellərimiz var. Yəni eyni gündə 1500 nəfər gəlib həmin otellərdə qala bilər, istirahət edə bilər. Bəli. Aydındır. Ümumiyyətlə adətən biz addım-addım verilişində ancaq zirvələri, gölləri, dənizdəki adaları, suyun altını, yəni hər yeri çəkib təqdim ediriksə, yəni ötən verilişlərimizdə yəqin ki baxmısınız. Amma bu dəfə sırf biz Azərbaycanda olan, yəni istirahət mərkəzlərindən də çəkib sizə təqdim eləmək istədik və buna da şükür nail olduq. Və onu qeyd edeyim ki, yəni bura Azərbaycanda mən deyərdim ki, ən uzun kanatı olan bir yerdir. Ümumiyyətlə Azərbaycanda səhv eləmirəmsə 3 yerdə kanat var. Bir Balakəndə, bir Qusarda, bir də ki Qəbələdə. Və ən uzunu da Qəbələdədir. 1700 metr, yox 6 kilometrə yaxın. Aha. Hal-hazırda 6 kilometrə yaxın. Aha. Və bundan sonra bu ikinci mərhələdə də təxminən bir 6 kilometrdə orada olar. 12 kilometr olacaq uzunluğu. 12 kilometr. Azca biz 2500-ü 10 dəqiqəyə gəldiksə, 12 kilometrdə təxminən bir belə deyə bir saata gedib çatmaq olacaq o biri nöqtəyə. Amma biz dağlar zirvələrə gedəndə 2000 metr zirvəyə qalxması orta hesabda bir gün vaxt sərf edirdik. 2000 metr qalxmağa təxminən səhərdən axşama qədər. Amma indi bir saata yox, 10 dəqiqəyə biz 10 dəqiqə 1000 metrə yaxın. Buradan bura. Sağ ol. 10 dəqiqə. 10 dəqiqə 1000 metr hündürlüyə qalxdı, çay içir. Və hətta çay içirik. Həm də yorulmamış. Həm də yorulmamış. Bax belə əziz tamaşaçılar, biz çayımızı da içdik. İndi isə yolumuza addım-addım davam edirik. Və indi biz demək olar biz hara gedəcəyik? Burada Qəbələ stansiyasından düşürük inşallah otel, Tufandağ otelə düşürük. Ondan sonra yenə Durca kəndinə istiqamətimiz. Ya Allah. Addım-addım. Addım-addımlayaq, getdik. Biz demək çay içdikdən sonra yenə də yolumuza davam edirik. Biz deməli bu bir kanatla gəlmişdik, indi bu kanatla getməliyik aşağıya, hə? Bəli, bəli.
burada ümumiyyətlə həyəcan, adrenalin hiss eləmək istəyənlər də gələ bilərlər. Çox maraqlıdır, dəhşət maraqlıdır. Bu nədir, hovuzdur elə ora? Süni qaz sistemi üçün belə deyək də su mənbəyidir. Yəni həmin o gördüyümüz balaca Süni göldən. göldən O gördüyünüz aparatlar var. Süni qar yaratma aparatlarının su hövzəsidir. aydındır. Yəni o həmin o süni göldən, yəni ora su gəlir və həmin su püskürərək süni qar əmələ gəlir. Biz gəlib ikinci nöqtəyə çatdıq artıq. Qapılarımız da açıldı. Düşək. Bəli, bura Tufandağ. Tufandağdır və otel də burada gördüyümüzdür. Hə? Oteldir, 5 ulduzlu oteldir. Belə deyək, həmçinin otelimizdə 3 dənə kafe, restoran xidməti də var ki, gündə 1500 nəfərə xidmət etmək imkanı malikdir. Gedə bir oranı da yaxından görək. Yəni otelimizdə həmçinin xizək vasitələrinin kirayə və satış mərkəzi də fəaliyyət göstərir. Buradan belə deyək də bu idmanla məşğul olanlar gəlib buradan xizək vasitələrini də özləri üçün şəxsi olaraq təmin edə bilərlər. Açıq deyən istəsəz girib baxa bilərsiniz. Girib baxaq. Hardandır giriş? Burada. Salam aleyküm, sağ olun qardaş, Allah razı olsun. Yəni bu mağazadan həm kirayə götürmək olur, həm də yoxsa Biraz satışdır. aha, bura ancaq satışdır. Yəni bura gəlib insanlar özləri üçün yəni xizə ilə vəzmatlar əldə etmək mümkündür. Biz indi otelə gedirik. Aha, burada restorandır. Çox gözəl. Salam aleyküm. Sağ olun, Allah razı olsun. Buradan yəqin ki, yaxşı görüntü olar, yaxşı mənzərə olar. Bu gölün, gördüyünüz bax, məhz bu gölün suyu, yəni təmiz bulaq suyudur. Yəni oradan gəlir, hə, su? Dağdan gəlir su əslində belə deyək. O gəlir orada təmizlənir bir daha, ondan sonra gölə verilir. Aydın. Çox yüksək səviyyədə, çox gözəl. Həm mənzərəsi gözəl, həm təbii. Azərbaycanın ümumiyyətlə hər nöqtəsinin ayrı-ayrılıqda öz gözəlliyi var, öz mənzərəsi var. Burada baxın, bax, bu cür gözəlliyi var. Burada başqa bir restorandır. Buranın da çox gözəl görüntüsü. Ha, bu bakallar da aslında burada. Süper ideyadır.
İndi yəni biz otelə indi gedirik, hə? Aha. Yavaş-yavaş gedək. Rama restoranında canlı musiqi olur. Hər həftənin 6-cı günü, yəni şənbə günü. Bəli. Çatdıq. Hə, bax burada da çox gözəl. Burada olan görüntülər isə məhz bax eyni məkandır, yəni buradır və burada qış görüntüləridir, baxa bilərsiniz. Qış fəslində əziz tamaşaçılar, bax gördüyünüz məhz burada oturursunuz, qəşəng o belə çay içirsiniz. Bax bu tən ortada isə tonqal yanır və həmin tonqalın da həm istiliyi, həm də ki görüntüsü, gözəlliyini görə bilərsiniz. Bəli, biz 3-cü mərhələyə gəlib çatdıq. Görürsünüz, bax buradan da. Bunların adı nə gedir? Durca kanat xətti. Durca kanat xətti, bəli. İndi biz, yəni Durca kanat xətti ilə düz yuxarı, kəndin adı Durca kəndi. Kəndin indi düz yanından keçəcəyik. Yəqin ki, biz kəndi də çəkib sizə təqdim edə bilərik. Minək. Bu xəttin uzunluğu nə qədərdir? Bu xəttin uzunluğu 1170 metr. 1170 metr. Buna neçə dəqiqəlik vaxt 5 lazım? dəqiqə yuxarı. 5 dəqiqə. Bəli, yuxarı çatır. Yəni durca kəndi. Bura yəni xizəklə sürüşmə yeri. Bəli, bəli, xizək yolumuzdur. Qırmızı belə dərəcəsi ilə dərəcələndirilmiş. Ən sərt. Ən sərt xizək yolumuzdur. Malum tarzda bir 45 dərəcə var yəqin ki. 45 dərəcədə. Burada süni qara aparatlar göylər. Bunlar elə ki, hərəkət edə bilən süni qara aparatlardır. İşte biz bunları xizək yollarına yerləşdiririk. Bəs onlara su necə çəkilir? Burada su xəttləri. Su xəttləri var xüsusi. Yəni sırf bu gördüyümüz ləvazimatlar hamısı qış üçün nəzərdə tutulur. Yay olanda yığışdırılır, qışda quraşdırılır yenidən. Gördüyünüz, yəni bu kənd əziz tamaşaçılar Durca kəndidir. Durca kəndi dəniz səviyyəsi 1400 metr hündürlüyündə yerləşir.
1400 metr hündürlükdədir. Çox qəribə, amma çox qədim kənddir. İnsan məskənlərindəndir. Amma 100 metrdə hündürdə olsa, bu da Xınalıq kəndi kimi, yəni eyni səviyyədə olardı hündürlük. 1500 metrdə də Xınalıq. 1500-1800 metr arasındadır. Xınalıq daha yüksəklikdədir. Bu arası təqribən Laza, Qusarın Laza kəndinin döyündədir. Biz üçüncü dayanacağa gəlib çatdıq. Durucanın, yəni son nöqtəsinə gəlib çatdıq. Burada da Duruca restoranı fəaliyyət göstərir. Salam Melekim qardaş, necəsiz? Sağ ol. Buranın da çox gözəl bir mənzərəsi var əziz tamaşaçılar. Və buradan növbəti xətt, Ruslan gəl buradan çəkək. Növbəti xətt buradan, yəni 4-cü xətt bax düz yuxarıya qalxır. Sadəcə olaraq hal-hazırda yuxarıda yeni bir restoranın tikilişi gedir hal-hazırda. Yəni yay ayı üçün, yəni iyun-iyul ayı üçün orada təhvil veriləcək və iyun-iyul ayında gəlsəz məhz o nöqtəyə də yəni qalxmaq imkanınız olacaq. Biz isə gəldik, baxın, Duruca kafe, restoran. Yəni burada da fəaliyyət göstərir. Bu da son nöqtəsidir. Buradakı yamaçlarda görürsünüz, yeni ağaçlar əkilir, sürüşmə olmasın deyə, sürüşmənin qarşısını almaq üçün, torpağın eroziyasının qarşısını almaq üçün yeni ağaçlar əkilir. Aydındır. Çox ləzzət. Bax belə əziz tamaşaçılar, biz gəldik Tufandağ qış-yay turizm istirahət kompleksini çəkib sizə təqdim elədik. Samir müəllim, sizə də təşəkkürümüzü bildiririk ki, siz bizə köməklik göstərdiniz. Sirxan, həmişə olduğu kimi biz yəni hara getmişik, yəni düz zirvəsinə, nöqtəsinə qədər çatmışıqsa, bu gün də tamaşaçılarımıza məhz gəldik Qəbələdə yerləşən Tufandağ yay-qış turizm istirahət kompleksini təqdim elədik. Yəni sizi də bir sonda eşitsək daha yaxşı olardı. Biz belə deyək də, istər yerli turistlər olsun, istər xarici turistlər olsun, biz mövsüm boyu, yəni il boyu xidmət göstəririk və bu gördüyünüz təbiətin bizə bəxş etdiyi gözəllikləri gəlsin, hamı dadsın. Seyr eləsin, görsün. Bax belə, bu günlük bu qədər əziz tamaşaçılar. Sağ olun, özünüzdən müğayət olun. Növbəti verilişlərimizdə də biz sizi Azərbaycanın ən gözəl görülməli yerlərini, ən hündür zirvələri, çayları, gölləri, dənizdəki adaları, hər yeri, meşələri, hər yeri çəkib sizə təqdim eləyəcəyik. Bu günlük bu qədər, növbəti verilişimizi mütləq izləyin. Hələlik sağ olun.